Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün qarışıq turşu hazırlayırıq qış üçün. Yəni bu turşu yaya qədər sağlam şəkildə qala bilir. Turşunun əsas hissəsi kələmdən ibarətdir. Amma zövqə görə xiyarı, pomidoru və yaxud biberi bir qədər artırmaq da olar. Yəni turşunun tərkibində istəyə görə miqdarı dəyişmək olar. Kələmlər mütləq yuyulmalıdır. Kələmi yumaq üçün biz 4 yerə bölmüşük kələmi və dərin bir qaba su doldururuq və doğranmış kələmlər o suda 15-20 dəqiqə qalır. Sonra götürürük, aş süzənə yerləşdiririk. Kələmin suyu süzülüb təmizləndikdən sonra doğrayırıq. Çox da kiçik olmayan hissələrə bölürük kələmi. Bugün biz 2 formada turşu hazırlayırıq. Birində tərəvəzlər bir qədər böyük formada, digər turşuda isə doğranmış halda olacaqdır. Kələmləri biz bu formada doğrayırıq. Çoxları turşunu hazırlamaq üçün turşuluq kələmdən istifadə edir. Gördüyünüz kimi biz bugün dolmalıq kələmdən turşunu hazırlayırıq. Mən ümumiyyətlə həmişə bu kələmlə turşunu hazırlayıram. Çünki mənim fikrimcə bu kələmin dadı, tamı o biri kələmdən daha yaxşıdır. O birisi kələm daha sərtdir. Bir qədər dadında acılıq daha çoxdur. Yəni bu da zövqə görədir. Onu demək istəyirəm ki, dolmalıq kələmlə də hazırlanan turşu xırsıltılı olur, əzilmir, dağılmır. Çox gözəl formada, dadında, ətrində olur. Doğradığımız kələmlərin üzərinə biraz duz əlavə edirik. Sonra o duzlanan hissəni alt tərəfə qoyuruq və dərin bir qazana və yaxud ləyənə yığırıq bu kələmləri. Hər qatına da yenə də duz səpirik ki, bir qədər, yəni axşamdan səhərə və yaxud bir 10 saat, 8 saat bu formada kələmlər qalır. Burada bir qədər kələmlərin acı suyu da çıxır, eyni zamanda ölgünləşir və yığacağımız qaba, yəni bankaya daha çox kələmləri yerləşdirə bilirik. Bütün kələmləri bu şəkildə belə qazana yerləşdirdik və duzladıq. Qazanın qapağını örtürük və üzərində örtürük ki, səhərə qədər bu şəkildə qalır. Səhərisi biz digər tərəvəzləri yuyuruq. Əvvəldən biz pomidoru, xiyarı yumuşuq, yəni üzərində olan palçığın, ləkəsini yumuşuq. İndi üzərindən belə su gəzdiririk. Gördüyünüz kimi xiyar, pomidor, acı bibər, şirin bibər, eləcə də sarımsaqdan istifadə edirik. İndi bu tərəvəzləri də doğrayırıq. Yəni doğrayırıq deyərkən 2 yerə bölürük. Yəni bunları bütöv halda da turşuya vurmaq olur. Ancaq mən indi pomidoru da, xiyarı da, elə biberi də hardasa 2 yerə belə ayırıram. Pomidorların saplaq hissəsi mütləq təmizlənməlidir. Bibərləri də, şirin bibərləri 2 yerə bölürəm, yəni bibərləri diri bütöv halda vurmuram ki, çox yer tutur. Ona görə bu şəkildə 1-2-3 yerə bölmək daha məsləhətlidir. Eyni zamanda göyərtilərdən şüyüd var, kəröz var, bir qədər yaşıl reyhan var. Yəni bu göyərti zövqə görədir. İstədiyiniz göyərtilərdən turşuya əlavə edə bilərsiniz. Biz bütün tərəvəzləri bu formada doğrayırıq. Turşunun yaxşı alınmasının bir neçə səbəbi var.
Onlardan biri duzdan asılıdır. Yəni turşunu hazırlayan zaman ilk növbədə onu bilmək lazımdır ki, yodlaşdırılmış duzdan istifadə etmək olmaz. Eyni zamanda satışda turşu və yaxud pendir üçün duz satılır. Ondan istifadə etmək olar. Naxçıvanın qaya duzundan, eyni zamanda digər qaya duzlarından da istifadə etmək olar. Ancaq belə deyək, əgər Naxçıvanın marketdə satılan o duzları ki var, birinci növ, ikinci növ, o duzdan turşu hazırlayırsınızsa, bilmək lazımdır ki, o duzların duzluluq tərkibi bir azdır. Yəni, o süfrə duzuna görə, turşu duzuna görə ikisinin də duzluluğu eyni deyil. Ona görə ilk növbədə duza fikir vermək lazımdır. Tutaq ki, bizdə 15 litrlik bankadır. Bura 15 qaşıq duz vurmaq lazımdır. Ancaq biz bugün Naxçıvanın qaya duzundan istifadə edirik. Kristallar formasındadır. Yəni, bir qaşıq qaya duzu, bir qaşıq turşu duzundan daha ağırdır. Biz turşu duzunda olduğu kimi bu bankaya da 15 qaşıq qaya duzu vursaq, turşumuz çox duzlu olar. Ona görə belə şeylərə çox diqqət etmək lazımdır. Gördüyünüz kimi biz tərəvəzlərlə bankanı doldurduq. Bura duzu əlavə edirik. Bura 15 qaşıq duz əlavə etməliydik. Bir qaşığını götürək ki, kələmi duzlayanda istifadə etdik. Yəni 14 qaşıq duz əlavə etməliydik. Duzlar kristal duzdur, iri kristallardır və ona görə biz bura o qədər turşu duzu miqdarında duz əlavə etsək, turşu daha duzlu alınar. O baxımdan belə 15 litrlik balon üçün 13 qaşıq duz kifayətdir. Əgər siz də bu cür kristal, yəni buna xış duz deyilir el arasında. Deməli, hardasa 13 qaşıq duz, 3-4 qaşıq şəkər tozu, eyni zamanda 3 stəkan üzüm sirkəsi əlavə etdik və bir çay qaşığına yaxın limon duzu əlavə etdik. Bankanı su ilə doldururuq və bu şəkildə qalır. Bir gündən, 2 gündən sonra bir qədər də aşağı enir. Başını yenə də doldururuq. Bu cür hazırlanan turşu yaza qədər, hətta yaya qədər sağlam şəkildə qalır. Ərzaqlarımız qalıbdır. Biz 2 belə banka doldurduq. Qalan ərzaqları soyuducuda saxlayırıq. Sabah bankaların başı aşağı enən zaman biz bankaları doldururuq və gördüyünüz kimi sarımsağın qabığını soymamışam. Üst qabığını soymuşuq və ortadan yarı bölərək bu cür qoyulanda o sarımsaqlar da çox gözəl, dadlı formada olur. Eyni zamanda qabığı da çox faydalıdır. Biz ikinci üsul turşunu hazırlayırıq. Bunun üçün ərzaqları, yəni tərəvəzləri kiçik formada, necə salat hazırlayan zaman nə formada doğrayırıqsa, o böyüklükdə kökü də, xiyarı da, pomidoru da hamısını doğrayırıq və belə kəsici alətdən də istifadə etmək olar. Eyni zamanda qırmızı biber, biz o böyük formada hazırladığımız turşuya da qırmızı biber vurmuşduq. Acı, şirin, qarışıq biberlərdən sarımsağı da eyni ilə o cür doğrayırıq. Üst qabığını soyuruq, yuyuruq və bu şəkildə qoyuruq turşunun içərisinə. Yenə də istədiyimiz göyərtilərdən əlavə edirik və kələmi isə əvvəldən doğramışıq, duz səpmişik. Yəni kələm bir qədər ölgünləşibdir və biz böyük bir ləyənə yığırıq, kələmi yığırıq bura. Üzərindən isə doğradığımız digər
tərəvəzləri yığırıq və qarışdırırıq hamısını. Dünən hazırladığımız turşulara mən deməyi unutdum. Şüyü çiçəyindən istifadə etdik, dəfnə yarpağı. Yəni bunları bütün xanımlar bilir və yəqin ki, artıq xanımların bir çoxu qış turşusunu da hazırlayıbdır. Amma yenə də bəlkə kiməsə yararı dəydi bu videonun. Turşuya biz bugün gül kələmdə vururuq. Gül kələmi də doğrayırıq. Kiçik o gül formasında olan hissələri də qarışdırırıq bura və bankaya yerləşdiririk. Bu qabımız isə 5 litrlik qabdır. 5 litrlik qab üçün deməli bütün doğradığımız tərəvəzləri yerləşdirdikdən sonra 1 yemək qaşığı şəkər tozu, 4 yemək qaşığı qaya duzu, eyni zamanda çay qaşığının yarısından da az limon duzu əlavə edirik və su ilə doldururuq. 1 stəkanda üzüm sirkəsi əlavə edirik. Qapağı bağlayırıq. Bankaların hamısının üzərini örtürük. Yaxşı olar ki, tünd rəngli bir örtüklə örtək. Gün düşən yerdə, yəni isti bir yerdə 4-5 gün qalır. Yaxşı qıcqırma prosesi getməlidir və sonra bankaları sərin, qaranlıq yerdə saxlayırıq. 15-20 günə qədər turşu hazır olur. Videomuz burada başa çatdı. Videonu bəyəndinizsə bəyən düyməsini sıxın. Yeni videoları görmək üçün kanalımıza abunə olun. Siz də hazırlayın və hazırladığınız bütün nemətləri sağlıqla istifadə edin. Sağ olun, yeni videolarda görüşənədək.